Gerdə qoyduğumuz həftənin sonlarına doğru dünyanın diqqəti birdən-birə Rusiyaya yönəldi. Rusiya prezidenti Vladimir Putinin ən sadiq adamlarından hesab edilən Wagner Muzlu hərbi şirkətinin rəhbəri Yevgeni Prigojin Ukraynadakı əməliyyatları dayandıraraq Rusiyaya qayıtdı və üsyan bayrağını açdı. Əsas tələbi isə Müdafiə naziri Sergey Shoigu və baş qərargah rəisi Valeri Gerasimovun onlara təhvil verilməsi idi. Əks halda Wagnerçilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəkdi. 24 saat içində Rusiyada baş verənləri Rövşən Əliyev şərh edəcək. Ötən gün səhər Rusiya xalqı paytaxt Moskvaya yürüş edən Wagnerçilərin ayaq səslərini oyandı. Belə ki, bir gün əvvəl, iyunun 23-də yaydığı videoda Rusiya Müdafiə Nazirliyinin bölmələrinin Wagnerçilərin arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayan Wagner Muzlu hərbi şirkətinin rəhbəri Yevgeni Prigojin bu vəhşiliyə necə cavab verəcəklərinə dair qərar verdikdən sonra növbəti addımı atacaqlarını bildirdi. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti dərhal Yevgeni Prigojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açdı. Rusiya Federasiyasının baş prokurorluğu bildirdi ki, Prigojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə Wagnerin arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırdı. Nazirlik eyni zamanda Wagner döyüşçülərinə müraciət edərək silahı yerə qoymağa çağırdı və bütün bu qarşılıqlı ittihamlar fonunda qərar qəbul edildi. İstiqamət Rusiyanın paytaxtı Moskva şəhəri idi. Yevgeni Prigojin özünün 25 minlik dəstəsi ilə Ukraynanın Donbas bölgəsindən Rusiya ərazisinə daxil oldu. Wagnerçilər Rostovda hərbi və inzibati binalarda nəzarət ələ keçirərək Müdafiə naziri Sergey Shoigu ilə hesablaşmaq üçün Moskvaya yürüşə başladığını elan etdi. Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirdi. Bütün zəruri tədbirlərin görüləcəyini deyən Putin də Prigojindən təslim olmağı tələb etdi. Lakin Prigojin Putinə cavab verərək təslim olmaqdan imtina etdiyini açıqladı. Rostovdan sonra Voronejə daxil olan Wagnerçilərlə Rusiya Silahlı Qüvvələri arasında döyüşlər oldu. Günün sonunda Belarus prezidenti Aleksandr Lukashenkonun Prigojinlə danışıqlar apardığı barədə məlumatlar yayıldı. Wagner Muzlu hərbi şirkətinin rəhbəri Yevgeni Prigojin Belarus prezidenti Aleksandr Lukashenkonun hərbi qiyamı dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul etdi. Son məlumata görə bu gün Wagnerçilərin Rostov vilayətini tərk etmələri və düşərgələrinə geri dönmələri üçün artıq hazırlıqlara başladıkları bildirildi. Prigojinə nə olacağını düşünürsünüzsə, Prigojinə qarşı cinayət işinə xitam veriləcək və o Belarusa gedəcək. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə qiyamda iştirak edən Wagner döyüşçüləri də cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bəs Prigojin kimdir və niyə belə bir üsyana qalxdı? 1 iyun 1961-ci ildə Leningradda anadan olan Yevgeni Viktoroviç Prigojin dünənə qədər Rusiya prezidenti Vladimir Putinə çox yaxın bir adam hesab edilirdi. Belə ki, Putinin xarici yüksək səviyyəli qonaqlarının şərəfinə verdiyi şam yeməkləri məhz ona məxsus restoranlarda təşkil edildiyi üçün Prigojin Putinin aşpazı kimi də tanınırdı. Sovet İttifaqı dövründə 9 il həbs cəzası çəkmiş Prigojin Wagner qrupunu 2014-cü ilin mayında məhz Donbas müharibəsində Rusiya qüvvələrini dəstəkləmək üçün xüsusi olaraq yaratdığını elan edib. Ötən gün baş verən qiyamın səbəbini öyrənmək üçün çox da keçmişə qayıtmağa ehtiyac yoxdur. Belə ki, Prigojinin iyunun 23-də yaydığı videoda özü də bu barədə danışıb. O, 2022-ci ilin fevralın 24-də Ukraynanın Donbas bölgəsində Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlara başlaması üçün heç bir əsasın olmadığını deyib. Onun sözlərinə görə, Ukrayna 8 il boyunca Donetski deyil, yalnız Rusların mövqelərini bombalayıb. Ukrayna Silahlı Qüvvələri NATO bloku ilə birgə Rusiyaya hücum etmək fikrində olmayıb. Rusiya Müdafiə Nazirliyi ictimaiyyəti və prezidenti aldadır, deyən Prigojin həmçinin bildirib ki, Zelenski prezident olanda razılaşmalara hazır idi. Lakin oliqarxlar buna mane olub. Prigojinin sözlərinə görə 2014-cü ildə Rusiya ordusu Lugansk və Donetsk sərhədlərinə daxil olmağa hazır olmayıb və ümumiyyətlə həmin dövrdə Rusiya ordusunun geniş miqyaslı əməliyyatlar keçirməyə qadir olmadığını da deyən Prigojin onu da iddia edib ki, müharibənin ilk günlərində Shoigu ordunun döyüşə ən hazır hissəsi olan minlərlə rus əsgərini qırğına verib. Rövşən Əliyev xəbərin statusu üçün.